Azərsel Telekom gənc qızların IT və İKT sahəsində inkişafını dəstəkləməyə davam edir. Uğur qızlarımızındır. Təşəbbüsü çərçivəsində kompüter elmləri və informasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Azərsel uzun illərdir təqaüd proqramları, təcrübə imkanları və müxtəlif sosial layihələr vasitəsilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirilməsinə dəstək göstərir və onların peşəkar mütəxəssis kimi formalaşmasına töhfə verir. Azərselin hüquq və data strategiyası üzrə baş direktoru Şirin Əliyeva bildirib ki, gənc qızların uğurları onların şəxsi nailiyyətləri və ölkənin rəqəmsal gələcəyinə töhfədir. Həmçinin korporativ və marketinq ünsiyyət vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə qadınların gücləndirilməsi və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə tələbələrə dəyərli hədiyyələr və Digimax 10 tarif paketinə bir illik abunəlik təqdim olunub. Qeyd edək ki, tələbələrin siyahısı Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.